Allahın salamı olsun. Hidayətə tabi onları. Elşad Mirin müəllimimiz mənim ilk Quranı dərk eləməyimi ilk dəfə nə edirdi? İlk dəfə mən Quranı oxuyanda mollalardan öyrəndim. Məscidə gedirdin, gəlirdin. Nəzirləri paya-paya verirdin, yoxsa qucaq-qucaq verirdin. Anə, çoxlu-çoxlu verirdin. Qucaq. Kim Allah şunun dibinə gedir, haram olsun. Sonra atan dedi o vardı, hə? Ondan sonra bildim, sonra düşündüm. Mesela Elşad Miri nə deyib, düşünmək necə olur deyib. Sonra bu Elşad Miri mərkəzlə harada işləyir. Elşad Miriyə yazarsan ki, cavabım, adım. İnşallah. O elə bir yerdə işləyir ki, onun şirkəti oldu ki, məsəl üçün izah edir ki, məsəl üçün əgər nə bilim, amaçda yox, hoşunda yer kürəsinin hansı nöqtəsində, hansı nöqtəsində, deyələ bir dənə misalda deyək. Əgər tutaq ki, misal qarşıq deyim də, mənim haqqımda nəsə veriliş televizorda olsun, yaxud qəzetdə olsun, kserkopiya yerində demədim amma, axı ki, mənim haqqımda nəsə bir məlumat haradasa verilsə, onu şirkət elə ki, onu belə, onu tutur, boşun nəyə açmışdı bir dəfə? Bir dənə gizli bir adamı, mən Amerikadan dedi, haradan nəsə tapıb ki, bəs belə. İndi o Elşad Miri, mən bilirəm ki, o yenə orada işləyirsə, sonra haqqında elə məsələn, ona çoxlu pul verirlər, o neyir, o tapır da ki, bu adamın haqqında dünyada nə danışırlar, özü haqqında da maraqlıdır onu deyil. Elşad müəllim, siz bizə Quran oxumağı, onu büküb, haradasa nəysə gizlətmək yox, stolun üstündə saxlamağı demişsiniz, nə deyib o vardı? Çox sağ olun. Ondan sonra sən nə edirdin əvvəl? Quranı məsələn, başdan danışmayaq, Quranı əvvəl o heç, onu demişsən, sonra hərflərinə savab qazanan kimi hərflərə fikir verə-verə, A, B, C, məsələn, cavab, A, B, A, fikir verə-verə, Quran mənasını cümlələrə fikir verməyə, Allaha hörmətindən, orada mürtəziyə də, vergülə də sanki sitayiş edə, ibadət edildiyi nədir? Quranı başa çıxsın, nə var, elmanla təzə tanış olan vaxtı, onu oxudum Quranı, Azərbaycanca. Amma heç nə başa düşmədim. Niyə oxudun? Elşad Mirin tanımıydı. Bizim evdə Quran'da, ərəbcəsini hələ oxuyanmırdım. Sonra ərəbcəni də öyrəndim. Boşun, gündə 5 varaq, Lalənin də boğazı yığmışdım, ağlayırdı. Oxudurdum onu da öyrətmişdim hərfləri. Avazla da oxuyurdum. Boşun, Elşad Miri sağ olsun ki, öyrətdi ki, paylaşımlarına baxanda bildim ki, amma onun bir səhvi var da, molla pərəst olmaq yox, Allah pərəst olmaq lazım. Onun çox səhvi var, o Allaha qarşı gedir, amma indi Allah bir sonra. O, məsələn, biz dedik ki, stolun üstünə saxlamaq lazımdır. Hətta çay içə dedi, Quranı oxumaq olar, lap çay dodağından damcıldasın, lap köhnəlsin Quran. Təki oxumuş olasan, bu Qurana hörmət, Allaha hörmətdir. Təki nə də uzanmış vəziyyətdə dedi. Onun düz deyil, uzanmış vəziyyətdə oxumaq olar. Dəstəmazsız oxumaq olar, düz dedi. Ondan sonra çay, niyə çay içə Quran oxuyuruz ki? O səhvdir. Ürəyin yanırsa durub içib oxuya bilərsin. Allah bizlə danışır da o Quranda. Oxuyanda. Sonra Elşad Miri kitab belə möhkəm bağlayır. O deyil, mən həyəcanlı adamım. Onun cin qurur əslində. O həyəcan yoxdur. O istəyəndə çox sakit durur. O söyüşlər yağdırırlar onun üstünə, o qabağında. Sonra söyüşlər qabağında. Sonra məsələn, o bir dəfə o sözdür ki, Quranı qutuya qoymaq lazım deyil, bahalı qutuya qoyulur. Əslində,
bahalı lazım deyil, amma kimsə çox pul vermirsə, amma gözəl gəldi, bahalı kimi var. Qızla da qoymaq olar, aysan. Prosta Allah'a xoş gəlməz. Düzdür mə, sən də nə dedin? Kutuya qoymağa qaldı, deyil, mən də kutuya qoymuşam. Deyil, almışam kutunu. Üstünə naxşı xoşuma gəlir, burada yaxşı görünür. Belə, burada kitabları, dini kitablarını da yığmışsan, Quran da var içində. Quranı ora qoyursan. Stolun üstünə qoymuşam, amma deşik-deşikdir. Yaxşı deyil ki, çünki zan yerlərində talih məsələsi var, o iyi yerə yayılında hörmətsizlik var Qurana. Bunu sarı qoyursan, şkafın içinə, aç baxır, qoyur, ora qoyur. Niyə qoyursan? Əl çatan yerə qoymaq yaxşıdır. Bir qəşək kutu olar, 4-ün içində olar görürsən, harada olar, bir qəşək kutu olar, deşik olmuyor da. Quranı qabı olar, belə çox gözəl, belə qoyarsan içinə, amma baha olmaz. Sonra Elşad Miri bir dənə paylaşmışdı. Quranı əl çatan yerə qoyun. Uşaqlar da görsün. Bəlkə bura qoyun. Bura qoyacaqsan. Zaniyə məsələsi, İbornu məsələsi. Deşik kutu. Hava benim çizgi olmalı. Sen şeytan çeşitli ifrat evine sonra hiç yok. Elşad Miri'ye salam dene. Aleyküm salam diye. Elde. Niye vermeyeyim ki? Prosta Elşad Miri niye? Yani o bütün de değerler. Sakla bunu, saklayın diyorsun. Sakla. Mesela Kur'an nuru verilişi var. Elşad Miri. Onda Allah şükürle mani oldu. Bağladı. YouTube'da var, Quran nuru yazırsan, sonra Elşad Miri yazırsan, mən neçənci hissəsini bir 10 hissə zat getdi də, hissə deyəndə veriliş getdi. 6 idi, 10 idi veriliş nə idi? Orada nə idi? Qurana dəstəmahsız toxunmaq olar mı kimi? Adı Qurana dəstəmahsız toxunuram. İçinə də əl vuram, əlim təmizdir. Sağ ol Elşad Miri, sən onu başa saldın. Onu gözəl izah edir orada. Ay sağ ol. Sonra qoy yadını salam sənə. Sonra məli, tilavət edinin əsl mənasını Elşad Miri'də çoxlu ondan öyrənmişsən. Bəli, nurlandırın. İzahlı lüğətdə, bəli, düz deyir o. Bir mənası avazdırsa da, ikinci mənası nurlandırın. O da nədədir? Həmən Quran nuru verilişində o çəkib. Məsələn, o çoxlu izahlı, hər cürə lüğətləri var idi. Bir dəfə onu haradasa xaricdən baha qiyməti gətirmiş. Yeməsə, bütün lüğətlər onda var, dil də bilir. Dillər. Bir çox Quranları o oxuyur, tərcümələri. İzahlı lüğətdə o bastanda yoxdursa əgər o izahlıdır. O düz deyir, nurlandırmaqdır. Nə deyir? Avazla oxumaq deyil, düz deyil, məntiqlə düşünün deyil. Afərin Elşad Miri'yə barədə. Sonra Elşad Miri deyir ki, qol cırıldayıcı, eləmə, davay düzdür. Elşad Miri deyir ki, məsəl üçün, bu xaricdə haradasa Quranı ərəbcə çıxartılaraq, Quran təhrif olmayan kitablar qiyamətə qədər saxlanacaq, qalacaq ərəbcə əsllər. Ancaq təxribat yaratmaq üçün nə dedi o məlumatlandırdı sizin ki, bizdə deyirlər, Quranı ərəbcə çıxardan kitabı içində dəyişiklik edirlər, hansı ölkələrdirsə, dəyişiklik edirlər, sonra bu yadına salın. Allah şükür Paşazadənin onun vasitəsilə tanıdım. Məsəl üçün, onu vicdan nədir deyil, neçə ildir deyil, Şeyxülislam işləyirəm, amma vicdan nədir bilmirəm, vallah deyə yoxdur. Sonra onu paylaşmışdı. Bilmirəm, deyəsən paylaşmışdı, sən də götürsün paylaşdın, sən də gəldir Facebook bağla, yoxsa baxarsan, sana hədə qorxu gəlirlər, neynədər, Facebook-mu, sonra məşləğə yaparlar, dedim, bağlamayacam, dedilər, baxarıq, iynələrdən dəhşət dəli olurdunuz qalı o iynələrdən.
Esas Miri məsələn, mollaları qarşı danışır, düz edir, amma özü mollalardan çox günah edir. Edib, indi bəlkə düzəlib, aynalı, inşallah. Allah pənah. Allah kərimdir. Quran-ı Kərim. Allah kərimdir, inşallah. Ay mənə, Elşad Mirin o Quran nuru verilişində, o Qurandan hansısa, ya başqa verilişlərdə də hansısa ayəni tapmağı var idi. Onda qoy dərhal tapın, belə deyirdi, keçək sərqə ilə açır. O vaxt hələ düz danışırdı, cin vurmurdu onu. Sonra oxu bunu. Yusuf surəsi oxu. İman gətirib, pis əməllərdən çəkinənlər üçün axirət mükafatı 57-ci ayədir. Əlbəttə daha xeyirlidir. Ondan qabaq üçün oxu. Beləliklə Yusufu o yerdə Misir torpağında mövqe ixtiyar sahibi etdi. O Misirdə istədiyini edirdi. İstədiyi yerdə mənzil sala bilirdi. Və istədiyini edirdi var. Mösəzzəsiz nədir? O istədiyini edirdi. O yaxşı şey istəyirdi, yaxşı şey də edirdi. İstədiyini edirdi, onda düzgər. Sonra yaxşı adam edək. Sonra biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. Zay etmərik. Allah Teala buyurur. Elşad müəllim hələlik cinlər və nəzabsi bölməsinə baxsın. Psixoloji problem sayılan bazı icazə var. Ey insan Bismillahirrahmanirrahim. Qoy bir dənə qovulmuş şeytan demişsən. Bismillahirrahmanirrahim. Ey insan, məgər bu kitabı yazmağı kimdən öyrənmişsən? Elşad Mirdə. Oxu. Ey insan, nə istəyirdin burada bildirmək? Ayəni sən dedin, mələk bunu oxu, mən də oxumaq istəyirəm. Bunu nədən öyrənmişəm? Niyə yazmışam? Bunu silmişsən, nə silmişsən? Məsəl üçün, nə silmişsən? Əllərini kəsin. Kimin? Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq sağ əllərini, sağ da mörtəzədə özlərinin tərcüməsi yazır, əlini kəsin Allah. Sonra, lakin hər kəs bu mütəşabih ayədir. İranda o ayəni neynirlər? Əllərini kəsin, Elşad Miri dedi, necə dedi? Dedi, ondan sonraki ayədə, mütəşabih ayədə elə bildik, istədiyi don geydirirlər. Sonra açıqlayanı olan ardınca gəlir. Lakin hər kəs gördüyü haqsız işdən, oğurluqdan sonra, yəni tövbə edib özünü düzəldərsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Elşad Miri düz deyir ki, orada dedi, bəs o tövbə eləyərsə, və o əli kəsik, o nəysə, sonra Allah bağışlayandır, sonra rəhm edəndir. Burada nə yazmışsan? Bəs əgər əlini kəssələr, necə özünü, oxu, özünü düzəldəcək. Allah belə əmr eləyərsə, əlini kəsin, necə izah elədi Elşad Miri? Yadından çıxıb, o YouTube-da var. Əllərini kəsin. O izah edir, nəysə, əllərini kəsin, yəni ki, məsəl üçün də o işdə işləyib, oğuruyubsa o işdən nəsə, tutaq ki, sən öz cümləndən deyirsən, oxşar deyirsən, onun işdən çıxardın da, məsələn. Məsələn, məktəbdə evdə oğurluysa uşaq nəysə, də uşaq başa salmaq lazımdır. Sonra nədir, oxu bunu. Nəfsi onu qabili qardaşını öldürməyə sövq etdi. Onu
Habil'i öldürdü ve bununla da zərər çəkənlərdən oldu. Kim? O şeyden ibadeti qəbul olmayan. Kim? Qabil? Yok, Habil. Niye? Hansız ki, neyse biri öldürdü. Niye? Niye öldürüp? Çünkü o Qabilin ki nəzri qəbul olunmuşdu, onu da əsas dedim. Sonra çünkü o yaxşı şeylərindən vermişdi. Onunla düşlərdən ama ilahiyyatçılar başa sar. O məsəl üçün yaxşı şeylərdən vermişdi. Habil ise zar şeylerden vermiş. O da nəzir vermişti. Verəbi. Zəkat vermişdi. Məliyə nəzir neyse. Habilinki qəbul olmamış. Niye? Bu ne diye? Bir dəqiqə. Nəfsi onu Qabili kardeşini öldürmeye sövq etdi. Onu Habili öldürdü. Bu. Nəfsi onu Qabili kardeşini Qabil kardeşini öldürmeye onu kardeşini Qabili sen de geçe tormuzlanma gedin. Niye? Çünkü Elşad Mirinin sanki daş attın, daşına qoz kimi sındırırsan qabığını. Ne? Dene. Nəfsi onu, yani Qabili bu pis adam idi Qabil. Kardeşim ne diye Türkler? Türkler diye ki dede onu dedim sonra yaxşı deyə bayaq demək istədiyini və Allah xatirinə qutacaqsı. Elşad Miri də təhrif edir Quranı. İnşallah təhrif etməz. Gedərsən deyərsin ki, belə veriliş var, bax. Ya o özü şeylərdə, o adı harada çıxır, o Elşad Miri, o nə şeydirsə, harada adı var, ya danışıqla, ya yazıyla hamısını tutur. Deyir Qutar, Zapsi adlı bölmədə Elşad Miri. Xahiş edirəm, Elşad Mirin müəllimin. İlk Quran müəllimin. Neyini? Bu kanalda Zapsi adlı bölmə, məsəl üçün yazılır videolar, sonra playlistine, sonra Zapsi, sonra o yazılır, o videoya baksam bütün videolar çıxır. Bu Zapsi de bəzən başka, o bilir adam, sonra başka adla bilir. Sonra orada var ruh hakkında ve vəhyin peyğəmbərlərdən başqasına gəlmək haqqında, gəlməsi haqqında, cinlərin təsiri, mələklərin. Elşad Mirini cin vuranda mən görmüşüm. Ay sağ ol. Cin görmədim. Vəziyyəti. O elə bilir ki, həyəcanlı adam. Və demiş ki, cin vurur, ən çox həyəcanlı olmayan adamdır aslında. Niyə ki? Adamı boyda söylə durup gülə, onda həyəcan varsa, onda reaksiya edər. Boşum. Sağ olun.